Azərbaycanın rəqəmsal bilik bazası zənginləşir, Türk dövlətlərinin wiki icmaları bir araya gəlir. Mingəçevirdə Wikipediyanın 25 illik yubileyinə həsr olunmuş beynəlxalq düşərgə uğurla yekunlaşıb. Gənclər və İdman Nazirliyinin dəstəyi, Wikimedia Azərbaycan istifadəçisi qrupunun təşkilatçılığı və Azərsun Holdingin sponsorluğu ilə keçirilən 5 günlük layihə regional və beynəlxalq əməkdaşlığa xidmət edir. Düşərgədə yerli mütəxəssislərlə yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 20-yə yaxın təcrübəli Wikipediaçı iştirak edib. İştirakçılar təhsildə Wikipedia, süni intellektin tətbiqi və Parisdə keçiriləcək Wikimania 2026 yeniliklərini müzakirə ediblər. Keçirilən yazı marafonları nəticəsində Azərbaycan gəncləri idmanı və Mingəçevir mövzularında 512 yeni məqalə yaradılıb, 4000-dən çox redaktə həyata keçirilib. Düşərgə təkcə elmi yox, həm də əyləncəli anlarla yadda qalıb. İştirakçılar Kür çayında kanoe sürüb, intellektual yarışlarda güclərini sınayıblar. Qaliblərə və fəal üzvlərə rəqəmsal bilik bazasının inkişafına daimi dəstək verən Azərsun Holding tərəfindən dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub. Beləliklə, Wiki Mingəçeviri Sevir düşərgəsi Azərbaycan dilində açıq bilik resurslarının zənginləşməsinə növbəti böyük töhfəsini verdi.